45 günü məktəbə getməyi bilərsiniz. Dünyanın ən nifrət edilən şeyidir. Hələ o səhər-səhərin isti yatağından buz kimi yerə oyanırsan və üzünü yumaq üçün gedirsən üzünü yumağa. Su da olur buz kimi, onsuz da hava buz kimidir. Bir də həmin o qarlı yerdə məktəbə gedirsən Dünyanın ən zəhləm gedirən şeyidir. Mənim də beləncə bir anım var. Gəlin sizə danışım. İndi gəlin sizə danışım. Nəysə, indi danışıram. Bəli, mən bir gün yenə 45 sabah oyanmışdım. Üşüyürəm. Yenə o soyuq yatağımdan oldum. Anam dedi ki, dur məktəbə gedim. Mən də soya özümdən, yəni varlığını sorğulaya getdim əl-üzümü yumağa. Su da əlbəttə ki, həmişə kimi buz kimi. Səhər yeməyimi yedim və gözlədiyim şey oldu. Qar yağdı. Mən sevindim ki, güya anam aparmazdan yanıma ki, məktəbə. Amma deyir ki, heç nə olmaz. Hazırlığım var. Hazırlıqdan qalma. Nəysə, mən tənə getdim əlimi geyinməyə. Əlbəttə ki, mənim bir dənə kurtkam var. O da dardır, hərəkət eləyən birəm. Yolda anamla kartopu oynaya getdim. Getdim sinifə. Onsa kombinin yanında otururam. Bir rahat, amma yenə yuxumdan şey dökülür. Bugün ən sevdiyim şey var imiş. Müəllimlər iclası. Bəli, saat 5-də çıxacaq. Normalda saat 6-da çıxaram. Amma bugün müəllimlər iclası olduğu üçün 5-də çıxacaq. Mən sevindim. Getdim. Dostum Hüseynlə danışdım. Ondan, bu arada Hüseynin kanalına abunə olmağı unutmayın. Aşağıda linkini qoymuşam. Nəysə. Getdim. Bir qəşəng gün idi onda. Allah haqqı. Hazırlıqda bütün ev işimi yazdım. Gəldim. Axırda anam zat gəldi, apardı evə. Evdə kef elədim. Evdə yatdım, durdum. Mən dərs vermişdim. Birinci onu elədim. Sonra da getdim yatmağa. Bir kef elədim Allah. Sonra xalam gəldi. Özdə xalam bizə gəldi. Maraqlı. Ən sevdiyim xalam gəldi. Və əmim. Nəysə. Onlardan yeyib, içdik, elədik. Və gözəldir. Həyatdır da. Həyat bəziləri üçün gözəl, bəziləri üçün pisdir. Amma bu həyatda həmişə gülün. Gülün, əylənin. Gülün. Allah üzr sayın. Telefon əlimdən düşdü. Din. Nəysə. Sonra getdilər. Yatdım mən axşam. Bir rahat yatdım. Qar yağayaq. Özdə mən qar səsini çox sevərəm. Nəysə, səhərsiz oyandım, gördüm ki, hoppa qar yağır. Anam dedi ki, bugün məktəbə getmək şanslısan, məktəblər tətildir. Bir qəşəng gün keçdi Allah. Getdim məhliyə uşaqlarla qartopu zad oynadım. Nə qədər şeylər elədim Allah. Sonra getdik. Xalam yenə gəldi. Onlar qaldı bizdə. Maraqlı keçdi. Cipsi, zat, koladı, odu, budu, zırt pırt. Nəysə aldıq. Yedi, içdi. Axşam da yatanda anam deyir ki, heç nə olmaz. Xalanla yat. Mən də getdim. Nə qədər qorxulu filmə baxdım Allah. Əvvəlkinə qayıtmaq istəyərəm. Nəysə, səhərsi oyandım, onlar getmişdi. Video çəkmişdi onlar gedəndə. Mən də atdılar, gördüm ki, beləncə deyirlər. Gedirik. Xalam da beləncə deyir. Gedirik. Bəs sizin də heç beləncə bir analarınız olub? Yorumlara yazın. Mən təzə bir şey başlayacağım. Burada bütün anılarınızı oxuyacağım. Bir də abunə olub like atmağı unutmayın. Bildirişləri də açsaz, mənə çox sevindirərsiniz.
Bye.